Salam əziz müəllimlər. Bugünkü mövzumuz Lev Vygotsky sosial inkişaf nəzəriyyəsidir. Yaxın inkişaf zonası anlayışıdır. Lev Vygotsky deyirdi ki, bugün kiminsə yardımı ilə nə isə bacaran uşaq sabah həmən işi tək başına görəcək. Lev Vygotsky insanın zehni inkişafında sosial amilin, bax yadda saxlayın, yəni ünsiyyətin nitqin rolunun olduğunu və vacibliyini xüsusi olaraq vurğulayır. Nədir? Lev Vygotsky deməli, sosial amilin, ünsiyyətin, nitqin rolunun insanın zehni inkişafında vacibliyini xüsusi olaraq vurğulayır. Vygotsky öz baxışları ilə uşaqların öyrənməsi haqqında fikirlərimizə yeni bir nəfəs gətirdi. Onun nəzəriyyəsi sosial münasibətlərin zehni inkişafdakı fundamental rolundan bəhs edir. Onun araşdırması göstərir ki, uşaqların sosial və zehni inkişafları bərabər gedir və bir-birinə əsaslanır. Vygotsky'yə qədər uşaqların öyrənmələrinin daha çox onların şəxsi təcrübələrinə irəli gəldiyi fikri geniş yayılmışdı. Düzdür, Vygotsky bunu inkar etməsə də, şəxsi və sosial təcrübələrin bir-birindən ayrılmaz olduğu fikrini də vurğuladı. Bu nəzəriyyənin özəyində uşaqların düzgün inkişafı üçün onların bir-biri ilə ünsiyyəti, ətraf mühit, sosial mühit dayanır. Yəni uşaqlar sinif yoldaşı, valideynləri ilə oynayan zaman, ünsiyyətdə olan zaman onlarda zehni inkişaf daha da yaxşı inkişaf edir. Uşaqlar bir-birinə ünsiyyətdə olduqca və bir-birini dinlədikcə dil qabiliyyətlərini inkişaf etdirir, yeni konsepsiyalar öyrənirlər. Başqa sözlə desək, Vygotsky'yə görə cəmiyyət və dil uşağın inkişafında əsas rol oynayır. Müasir dövrdə ən çox qarşılaşdırılan yanaşmalar əsasən Piaget və Vygotsky'nin yanaşmasıdır. Baxaq oxşar cəhətlərinə və fərqli cəhətlərinə. Piaget deyirdi ki, uşaqların zehni inkişafı mərhələlərdə baş verir. Uşağın əvvəlcə zehni inkişafı formalaşır, daha sonra öyrənmə baş verir. Yəni öyrənmə sonra baş verir, əvvəl zehni inkişaf. Uşağın zehni inkişafı ətraf aləmi kəşf etdiyi zaman baş verir. Vygotsky isə deyirdi ki, zehni inkişafın əsasında sosial münasibətlər durur. Yəni öyrənmə inkişafdan əvvəl gəlir. Uşağın zehni inkişafı, baxın, öyrənmə inkişafdan əvvəl gəlir. Uşağın zehni inkişafı müəllimlər, yoldaşları, daha bilikli, daha təcrübəli birilərinin ünsiyyəti zamanı baş verir. Ortaq cəhət, uşaqlarda öyrənmənin daha çox oyun oynayarkən baş verdiyini düşünürdülər. Yəni, başqa sözlə öyrənmə inkişafdan əvvəl gəlir, Piaget'yə görə. Yəni, öyrənmə baş verməlidir ki, inkişaf baş tutsun. Piaget kimi Vygotsky da uşaqlarda öyrənmənin daha çox oyun oynayarkən baş verdiyini düşünürdü və bildirirdi ki, dil və uşağın inkişafı bir-birinə əsaslanır. Çünki uşaqlar oynayarkən daim dildən istifadə edirlər. Rollu müzakirələr edirlər, nəyəsə etirazlarını bildirirlər, bir-birlərinin səhvlərini düzəldirlər. Bu cür qarşılıqlı əlaqə biliyin öyrənməsinə əsasını qoyur. Bu baxımdan Vygotsky'nin əsas töhfəsi bizə şagirdlərin bilik və bacarıqlarının artmasında, onların müəllimlər və yoldaşları ilə olan əlaqələrinin nə qədər vacib olduğunu göstərməsi idi. O testlərlə, yəni uşaqların testlərə verdiyi cavablarla, uşaqların müstəqil intellektual fəaliyyətlərinin analiz olunması tendensiyası ilə razılaşmır, bildirdi ki, onlar yalnız uşaqda artıq formalaşmış olan zehni xüsusiyyətləri aşkara çıxardır. Lakin hələ formalaşmaqda olan funksiyalar bu analizlərdən kənarda qalır. Yaxın inkişaf zonası isə məhz uşaqlarda inkişaf etməkdə olan kompetensiyaları ortaya çıxardır. Burada Jean Piaget yenə Lev Vygotsky barədə qeydiyyat edir. Jean Piaget deyirdi ki, kognitiv konstruktivdir, az əhəmiyyət verir, çox əhəmiyyət verir, inkişaf mərhələləri heç bir inkişaf mərhələsi təşkil etmir. Ekvilibrim, adaptasiya, assimilyasiya, akkomodasiya, yəni Jean Piaget'də uşağın təcrübə qazanmasında və bölüşməsində deyirdi nitqin rolu minimaldır, egosentrik nitqdir. Uşaqlar dünyanı tədqiq etməli və son biliyi kəşf etməlidirlər. Sosial mədəni kontekstdə konstruktizm var. Öyrənmə və inkişafdakı əsas proseslərdə dilin rolu
var tədrisdəki tətbiqi. Çox əhəmiyyət verir, sosial konstruktivdir Lev Vygotsky, amma Jean Piaget kognitiv konstruktivdir, yəni zehni. Yaxın inkişaf zonası var, scaffolding var, dil, dialoq, mədəni unsurlar aiddir Vygotsky'yə. Uşağın təcrübə qazanmasında və bölüşməsində nitqin rolu maksimaldır. Ancaq Piaget deyirdi ki, minimaldır. Egosentrik nitq var. Uşaqlara müəllimləri və onlardan daha bacarıqlı yoldaşları ilə birgə öyrənmək üçün şərait yaradılmalıdır. Bunu da Lev Vygotsky qeyd edir. Sosial inkişaf nəzəriyyəsinin ən vacib konsepsiyalarından biri də yaxın inkişaf zonasıdır. Vygotsky'yə görə ən səmərəli tədris burada baş verir. Yaxın inkişaf zonası nədir? Uşaq və ya böyük artıq bacardığı ilə hələ öyrənilməsi həmən an üçün qeyri-mümkün olan sahə arasındakı öyrənmə zonasıdır. Bacardığı ilə öyrənilməsi həmin an üçün qeyri-mümkün olan sahə arasındakı öyrənmə zonasıdır. Yəni bu fikri daha da aydınlaşdırsaq, yaxın inkişaf zonası şəxsin problemi müstəqil şəkildə həll edə bilmədiyi, lakin daha təcrübəli başqasının, müəllim, təlimatçının nəzarəti altında öyrənilə bilən potensial inkişafın zonasıdır. Yaxın inkişaf zonasında uşaq hələ qoyulan hədəfə müstəqil şəkildə çata bilmir. Uşağın bu məsələdə biliyi və bacarığı olan və bu istiqamətdə ona kömək edəcək, yol göstərəcək, dəstək ola biləcək daha təcrübəli başqasına ehtiyacı var. Bu məqamda daha təcrübəli başqası rolunu müəllim, metodist, mentor, həmkar, valideyn, yoldaş oynaya bilər. Burada biz şəkilə baxırıq. Birinci zonada, baxın, uşaq özünü çox rahat hiss edir. Çünki gölməçənin dayaz yerindədir. Üzməyə gərək yoxdur. Uşaq təhlükə hiss etmir. Bir müddət sonra uşaq üçün o zona artıq maraqsız olacaq. Burada uşaq bu zonada, baxın, ikinci zona müstəqil şəkildə üzə bilmir. Deməli, onun daha təcrübəli, üzməyi bacaran, bacarıqlı birisinin köməyinə ehtiyacı var. Anası ona kömək olur. Üçüncü şəkildə artıq uşaq rahat şəkildə üzə bilir. O artıq bu bacarığa yaxın inkişaf zonasında yiyələnmişdir. Uşaq hələ birinci zonada olarkən, üçüncü zonada olmaq onun üçün əlçatmaz idi. Yezdə, yəni yaxın inkişaf zonasına daha təcrübəli başqasının təlimatları ilə uşaq bu bacarığa rahatlıqla yiyələnir. Vygotsky yaxın inkişaf zonasında öyrənmə zamanı daha təcrübəli başqasının təlimatını, baş verən öyrənmə prosesini müvəqqəti körpü, scaffolding adlandırmışdı. Yəni yaxın inkişaf zonasında öyrənmə zamanı daha təcrübəli başqasının təlimatını, baş verən öyrənmə prosesini scaffolding adlandırmışdı. Scaffolding müvəqqəti dəstək, yardım deməkdir. Yəni uşağa hələ ki tam sərbəst görə bilmədiyi bir işdə yardım göstərməkdir. Onun üçün bu problemin əlində qısa yol göstərməkdir. Buna həm də körpü də, müvəqqəti körpü də deyilir. Yəni şagirdlərin inkişafında nərdivan olmaq üçün müəllimlər çox diqqətlə onları müşahidə etməlidir. Bu müşahidələr şagirdlərin öyrənmə prosesində harada olduqlarını, haraya qədər getmə qabiliyyətlərinin olduğunu müəyyənləşdirmək üçün lazım olur. Müşahidələrdən əldə olunan informasiya ilə müəllimlər uşaqların öyrənməsinə dəstək verə bilər. Diqqətdə saxlamaq lazımdır ki, yaxın inkişaf dinamik hədəfdir. Uşaqlar yeni bilik və bacarıqlar əldə etdikcə irəliyə doğru hərəkət edirlər. Müasir dövrdə kurikulumda tələb olunan hədəflərə çatmaq üçün biz bəzən Vygotsky'nin yaxın inkişaf zonasını, scaffolding prinsipini unudur, şagirdləri onların əldə edilməsi hələ mümkün olmayan tələblərlə yükləyir. Tələsdiyimizdən hər şeyi onlara asan yola başa salmağa, bəzən uşaqlar baxa-baxa hər şeyi onların əvəzinə özümüz etməyə çalışırıq. Amma bu yanlış bir fikirdir. Öyrənmənin ən səmərəli yolu praktik tədqiqatdır. Vygotsky'nin perspektivindən yanaşdıqda şagirdin öyrənmə prosesində müəllimin rolu vasitəçilikdir. Sosial əlaqə vasitəsilə biliyə gedən yola körpü salmaqdır. Bugünkü təhsildə də müəllimlər artıq öyrənmənin məsuliyyətini şagirdlərin özünə həvalə edirlər. Yəni fasilitator rolu oynayırlar. Müəllimlər bəzən əsasən də qrup işlərində uşaqları söhbət etməkdən yayındırırlar və ya müəllim özü təqdimat edərkən uşaqların onun sözünü kəsməsini dərs pozuntusu kimi görür. Vygotsky isə bildirir ki, uşağın öyrənməsində dilin, yəni sual-cavab, danışmaq, zarafat etmək, sözü kəsmək və s. kimi fəaliyyətlərin mühüm rolu vardır.
Yəni uşağa imkan vermək lazımdır, söhbət etsin, söz güləşdirsin. Müəllimlər nə vaxt ideya və təkliflərlə müdaxilə etməli, nə vaxt şagirdə tək başına davam etmək imkanı yaratmalı olduğu barədə düşünməlidirlər. Scaffoldingin istifadə olunduğu təlim mühitində şagirdlər sərbəst şəkildə sual soruşur, öz fikirlərini söyləyir, yeni materialı öyrənməkdə yoldaşlarına dəstək göstərə bilirlər. Dərslərinizdə scaffoldingdən istifadə etməklə mövzu üzrə dominant ekspert deyil, sadəcə fasilitator rolunda çıxış edirsiniz. Bu yolla şagirdlər nəinki öyrənməyin, hətta öyrətməyin məsuliyyətini öz üzərlərinə götürürlər. Siz hər hansı bir şagirdin müəyyən bir tapşırıq və ifadəni başa düşmədiyini gördükdə scaffoldingdən istifadə edə bilərsiniz. Yəni ki, müəllim və individual şagird arasında adətən olur ən çox scaffolding. Ondan bütün sinif üçün də istifadə etmək olar. Aşağıda ümumi scaffolding strategiyalarından bir neçəsinə baxaq. Müəllim dərsin əvvəlində məqsədləri, şagirdlərin əldə etməli olduqları təlim nailiyyətlərini aydın şəkildə təsvir etməli, müzakirə etməlidir. Əmin olmalıdır ki, şagirdlər nə öyrənəcəkləri ilə bağlı aydın təsəvvürlərə malik olsunlar. Şagirdlər dərsin məqsədinin nədən ibarət olduğunu, hansı bilikləri və bacarıqları öyrənməli olduğunu prosesin əvvəlində anlayanda dərs boyu öyrənmə daha şüurlu şəkildə baş verir. Qiymətləndirmə meyarları və qiymətləndirmə rubrikini əgər həmin dərsdə istifadə olunacaqsa, əvvəldən şagirdlərə bildirmək, anlamalarını təmin etmək lazımdır. Bu şagirdlərə öyrənəcəkləri məzmunun və görəcəkləri işin necə olmalı olduğu ilə bağlı məlumat verir. Şagirdlər bilirlər ki, qiymətləndirmə necə aparılacaq, müəllimin onlardan gözləntisi nədən ibarətdir. Belə olduqda onlar həm də mental cəhətdən rahat şəkildə öyrənmə prosesinə qoşula bilərlər. Dərs zamanı müəllim şagirdlər tapşırıq verən zaman o tapşırığın necə yerinə yetirməsi ilə bağlı təlimatı, yəni tapşırığı əgər məsəl üçün böyük bir hekayədir, onu mənimsəmək çətindir, böyük bir mövzudur, onun şərtlərini addım-addım başa salmalıdır. İstənilən mürəkkəb bir məsələnin həllərini addım-addım şagirdə başa salmalıdır və şagirdlərin anladıqlarından əmin olandan sonra ev tapşırığını evə verə bilər. Bu dərs zamanı şagirdlərin tapşırıqların şərti və necə həyata keçirəcəkləri bağlı yarana biləcək hər hansı bir problemin əvvəldən həll olunmasına kömək edir. Müəllim aydın şəkildə, yəni dərsin ondan öncə keçirilən dərsdə bilik və bacarıqların üzərində necə qurulduğunu, yəni köhnə biliklərə inteqrasiya edə bilər və yaxud şagirdə tapşırıq verir, hər hansı deyək ki, mürəkkəb bir tənlik verir, o tənliyə uyğun bir neçə sadə tənliklər verə bilər. Hər hansı bir problemi bir neçə hissəyə bölüb ardıcıl şəkildə öyrədə bilər. Dərsin gedişatına əsasən müəllim şagirdlərin anlamasını yoxlamalı, onlara praktik şərait yaratmalıdır. Şagirdlərin anlamasını təmin etmək üçün müəllim müəyyən konsepsiyanı, problem və prosesi bir neçə müxtəlif yolla təsvir etməlidir. Həm şifahi formada, həm yazılı, həm qrafik formada, slideshowlardan istifadə etməklə. Bu strategiya müxtəlif təlim tərzləri də daxildir, vizual, şifahi, kinestetik. Şagirdlərə hər hansı bir tapşırıq nümunəsi verilir. Müəllim tapşırıq nümunəsinin xüsusiyyətlərini izah edir. Spesifik elementlərin nə üçün həmin işdə vacib olduğunu şagirdə izah edir. Nümunə uşaqlara əyani şəkildə təlim məqsədlərini nümayiş etdirir. Oxşar şəkildə müəllim hər hansı bir prosesi şagirdlərin müstəqil işindən öncə, yəni bir oxşar prosesi, oxşar çalışmanın misalı nümunə kimi göstərə bilər. Şagirdlər də öz yoldaşları üçün prosesi izah edə və ya təsir edə bilər. Çətin mətni oxumazdan öncə şagirdləri mütləq müəllim yeni sözlərlə tanış etməlidir. Müəllim öncədən şagirdləri üçün çətin ola biləcək söz və ifadələri təyin edir. Müxtəlif strategiyalardan istifadə edərək onların anlaşılmasına yardım edir. Bundan sonra şagirdlər verilən tapşırığı asanlıqla anlayırlar.